Qazidir, qardaşım nəvəsidir. Tərpərinizdir. İkinci Vətən müharibəsinin ürəyinin yaxınlığında qəlbi var. Qazidir. Bunlara bənzərdir. Babaların əmilərinə bənzərdir. Qardaşım nəvəsidir. Qərar, çox sağ ol. Allah razı olsun. Atam, Feyyaz əmi. Ona görə mən Qazi balamı da gətirdim bura ki, sənin başını çəkib. Gələ bunu qoyur oğlu. Onu da İnşallah Kur'an da okuyar ha. Böyle bir salavat çekin. Bunlar da bunlardan da. Orada yaşıl parça var ama ne? Buyurun falan. Bismillahirrahmanirrahim. Müharibənin 30 iliyində atam getdi Masallıya qələbə. Gələndə buyurdu ki, Feyyaz bir neçəsi, yoxdanca Feyyaz mənimlə bir yerdə can verib can alır. Harkovda, Kırımda axıra qədər düşmənə qarşı vuruşmuşum. Və onlardan danışanda gözü dolardı. Feyyaz deyir başından yaralandı. Atamın gözündən görürdüm. Çubuğundan yuxarı çökək idi. Mən də qıçımdan yaralandı. Çox sücə əhdi bir şəxs idi. Başda olmaqla deyir, neçə nəfər biz əsir düşdük. Axıra qədər də davam elədik. Ən çətin yerlərin qardaşıyıq. Gəlmişəm ki, mən əmimi tapım ziyarət edin. Atam da qəribdir. Siz çox sağ olun ki, mənə dəstək oldunuz. Bunları gətirdiniz bura. Axtardım, tapdım əmimi. Allah rəhmət eləsin. Və gələndən də sonra atam deyildi ki, Feyyaz din xadim olub. Kur'anla gəlmişəm əmi, sən ziyarəti. Atam qərib idi, qardaşı yox idi. Onun balalarıyla gəlmişəm, evlatlarıyla gəlmişəm. Bu əhli diyarı səlavət edir. Şəhid də olar burada, onlar da ziyarət edərik, görsək inşallah. Ziyarət edərik. İnşallah. Həmən günlər ki, bizi bu yerə gətdi, çıxartdı. Məlumatım var, gözəl evladları var, davamçıları var, axtarışları var. Səbəbkar olan oğlanları Allah vücudunu səlamət eləsin. Onlar da əmimin balalarıdır. Allah qəbul eləsin. Allah rəhmət eləsin. Amin. Zəhmətkeş olub. Adlandı bu əmin. Hətta bütün din xadimləri onu tanıyırlar rayonda. Hüseyin ağadan təhsil alıb. Daha da bunu yaxın gördü. Elə billəb atamı qucaqladı. Allah rəhmət eləsin. Allah qəbul eləsin. Sağ olun balalarım. Allah razı olsun sizden. Duramadım inşallah. Azərbaycanlıyıq. Azərbaycanı Kırımda təmsil ediblər. Azərbaycan bayrağı ürəyim istədi. Layiqdilər. Biz gözəldir. Bu şəxsiyyətləri çətin günlərdə, ağır günlərdə, yar gözü, ana gözü, bacı gözü, qardaş gözü yolda qalır bunların. Çox çətinlik çəkiblər. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah razı olsun hamımızdan. Mən bunu ürəyim istədi. Özüm böyütdürdüm. Bir də yaxından götürdülər, nə olar. Atam mən əmin. Ruhunuz şad olsun. Bu da memnun. Buna küçülmüş.
zəmzəm suyudur. Kərbalada gətirdim suyu qatmışam ona, zəmzəm suyudur. Kərbalada gətirdiyimi qatmışam. Çok inşaat olsun ha. Səməniyə. Müşküdür. Peygamber müşkü. Peygamber müşküdür. Müşkü. Siz ona layıksınız. Burada 14 Nərsimin adı var. Türbəsi. Nene. 14 tane sayacağım. 14 Nərsin üstünde. İnşallah. On dört. 14 Nərsin'de. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ala Muhammed. Esselamu aleyküm ve Bismillah salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Fatiha. Bismillahirrahmanirrahim. Elhamdülillah. Bismillahirrahmanirrahim. Muhammed. Allah kabul etsin. Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah rahmet eylesin. Gelin burada. Bismillahirrahmanirrahim. El-Basma. Allahümme yegral ve suretel Fatiha. Allahümme salli ala Muhammed ve ala Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. Sıratellezîne en'amte aleyhim gayril mağzûbi aleyhim ve'd-dâllîn. Allah rahmet eylesin. Allah o dünyalarını versin.